Sual edən soruşur ki, mühüm bir məsələlərdə əli Quranın üzərinə qoyub and içmək olarmı? And məsələsinə gəldikdə bir müsəlmanın and içməsi önəmli bir məsələlərdəndir və bir müsəlman yalnız Allah Azza və Cəlləyə haqq üzərində heç bir yalan olmadan and içməlidir. Allah Azza və Cəllə öz kitabında hər bir müsəlmana andlarını qorumasını, andlarının üzərində mühafizəkar olmasını, hər nə üçün, hər yerdə, harda gəldi, and içməsindən uzaq durmasını söyləyib müsəlmanlara. Andlarınızı qoruyun deyib. Onun üçün and məsələsi önəmli məsələdir. Və Allah Azza və Cəlləyə and içilməlidir, and içildikdə, yoxsa insan susmalıdır. Allahdan qeyrisinə and içmək icazəli deyil, haramdır və şirk olaraq sayılır. İkinci məsələyə gəldikdə isə bir insanın əlini Quran-ı Kərimin üzərinə qoyaraq and içmə məsələsi. Bu bidət olan şəriətdə olmayan yeni çıxmış və şəriətə sonradan bəzi qazilər, hökm verənlər tərəfindən İslama daxil edilmiş bir bidətdir. Onlar bunu and içənin mühüm bir məsələlərdə ciddiliyini və bu işin əzəmətini göstərmək üçün bu üsulu qoymuşlar. Lakin bu üsul nə Muhammed sallallahu aleyhi və səlləmdən, nə sahabələrdən, nə də ondan sonra gələn salih sələflərdən varid olmamışdır. Və İbn Əl-Arabi rahimehullah deyir ki, bu bidətdir və bu heç bir sahabədən, nə Muhammed sallallahu aleyhi və səlləmdən, nə də onun sahabələrindən gəlməmişdir.